Təbrizin Qacar ev muzəsinin pəncərələri rəngli şüşələri ilə bəzənilmiş. Heç bilirdiniz bu rəngli pəncərələr nə üçün idi? Bu rəngli şüşələr evi bəzəməkdən əlavə başqa faydaları da var idi. Qədimlər həyətlər bağ olardı, dolu olardı ağacla, güllə. Ona görə mığmığa, arı və milçək kimi böcəklər və sürünən heyvanlar çox olardı. Mığmığa, milçək və sürünənlər xəzəndiqab, işığın bir sıra teyflərini və rənglərini görə bilməzlər. Mığmığa, milçək evin içinə getmək istəyərkən bu rəngli şüşələrin işıqları onların görməyini, didini bozar. Müxtəllilər və evin içinə girə bilməz. Barış səsini bəyənin və paylaşın.